Elə analar var ki, öz həyat yoldaşından sevgi, diqqət və dəyər görməyiblər. Sonra isə içlərində o boşluğu oğulları ilə doldurmağa çalışırlar. Oğul onlar üçün sadəcə övlad olmur, ən yaxın insana çevrilir. Hər şey ana sevgisi kimi görünür. Oğlum mənə kömək etməlidir. Mən onun yaxşılığını istəyirəm. Hə, ana narahat olar. Yəni, amma onda sual yaranır. Niyə böyümüş oğulu öz ailəsinə rahat buraxa bilmirlər? Niyə hər problemdə həyat yoldaşını yox, oğluna zəng edirlər? Niyə oğlunun evində hər şeyə qarışmaq, idarə etmək istəyirlər? Bəzən bu artıq sadəcə qayğı olmur. Bu tək qalmaq qorxusu, qısqanclıq və oğlu özünə emosional bağlamaq istəyi olur. Çünki qadın həyat yoldaşından ala bilmədiyi sevgini ana rolunda tapmağa çalışır. Və sual budur. Bu həqiqətən ana sevgisidir, yoxsa oğlunun həyatında ən əsas qadın olmaq istəyi. Siz necə düşünürsünüz? Fikirlərinizi zəhmət olmasa yazın. Belə mövzular sizə maraqlıdırsa, səhifəyə abunə ola bilərsiniz.